Balakən şəhərinin Qabaqçol qəsəbəsinin Şambul kəndində həyətyanı padvallayıb satışa çıxarılır. 2008-ci ildə tikilən evdir. Hal-hazırda gördüyünüz evdə adam tək yaşayır, təcilli satır. Yəni yaşlı adamdır. Həyat bacası iri olduğu üçün qulluq edə bilmir. Evin qarşı tərəfində gördüyünüz qarşı hissədə dövlətin örüş yeridir. Torpaq sahəsi deməli 16 sot 1-dir, 18 sot 1-dir, 16 sotu həyət yanıdır, 18 sotu pay torpağıdır. Evin arxa tərəfində 15 ədəd iri qoz ağaçlarıdır. Hissədə qoz və fındıq bağıdır. 27 toma fındıq ağaçları var. Bar verən. İçərisində toyuq damıdır. Evin yan tərəfində cürbəcür meyvə ağaçlarıdır. Qeyd etdiyim kimi evdə tək yaşlı bir insan yaşayır. Yəni hal-hazırda bu bağa və gördüyünüz mal damıdır irəlidə. Bordaq mal saxlamaq üçün, yəni 6-7 baş bordaq mal gedir. Hər ikisinin ayrı-ayrılıqda kupçası var. Evə ait su kaçalkası motorla işləyir. İnternet xətti evin tam qarşısından keçir. Evin girəcəyində dəmir sepik qapıdır. Torpaq səviyyəsindən 6-7 pləkan hündürdə tikilmişdir. Girəcəkdə qonaq otağıdır. Girəcəyin sol tərəfində mətbəx kimi istifadə olunur. 2 dənə yataq otağı var. Hamamı, ayaq yolsu, yəni işlək haldadır. Təmirə ehtiyacı var. 28 sot torpaq sahəsi var. Qeyd etdiyim kimi evin ön tərəfində örüş yeridir. Yəni otlaq yeridir mal-qara üçün. Kupçalıdır. Material qaydada alqı-satqı edərək gördüyümüz əmlakı əldə edə bilərsiniz. Qiyməti videonun altında qeyd olunacaqdır. Qarşısında yenə üzüm tağıdır, dəmir turba və armaturalardan yığılmış. Gördüyünüz ev qeyd etdiyim təcilli satılır. Qiyməti 40 min manata təklif olunur.